Hesab edək ki, bax belə bir dənə maqnit var. Bax o şəkilli maqnitdir. Bax belə o şəkilli maqnit bax belədir. Oldu. Bu tərəf olsun N qütbü. Bunu iştiraklayaq. Bu bir tərəf olsun S qütbü, cənub qütbü. Oldu. Bu çərçivənin, maqnitin bax, o şəkilli maqnitin budaqları arasına gətirib belə bir dənə çərçivə yerləşdirək. Düzbucaqlı çərçivə yerləşdirək. Görürsünüz. Bu çərçivə olsun məsələn 1 nöqtəsi, 2 nöqtəsi. Bunda bir lampa qoşaq da, elə bir də bir lampa qoşaq. Bunlar qalsın, lampası qoşaq, belə qalsın. Buraya deyək məsələn A, S, D, K. Tutaq ki, belə çərçivəni belə adlandırmışıq. Oldu. Görək bu çərçivəyə cərəyan verəndə buna təsir edən amper qüvvələrin istiqaməti necə olur? Bax, çərçivə bu istiqamətdə cərəyan verək. Bax, 1-ə müsbət birləşdirək, mənbənin müsbətinə birləşdirək, 2-ni mənfisindən. Onda cərəyan belə axacaq. Bax, cərəyan belə axacaq. Görürsünüz, bu istiqamətdə cərəyan axacaq da. İnduksiya vektorun istiqamətdə bu daxildə, bu aralıqda içəridə S-dən nə edir? Bilirsiniz bunda. Burada isə N-dən al olacaq, belə S olacaq. Düzdür? Bax, induksiya vektorun istiqamət də belə olacaq. Aha görə, AC tərəfinə təsirin amper qüvvəsi necə olur? Bax, 4 barmağımızı cərəyan istiqamətdə yönəldirik. Bax, cərəyan yuxarıyadır. Ovucumuzun içini tutdum, bax, ovucumu içini tutdum N qütbünə tərəf. Baş barmağımı gördünüz. Bax, lövhədən sinifə tərəf oldu da. Deməli, burada amper qüvvəsi istiqaməti belə olur. Bax, belə olur, bizə tərəf olur. Bax, şəkil müstəvisən bizə tərəf olur. Siz belə göstərək də bunda. Bax, belə bizə tərəf. Ya da belə eləyək. Bax, yox, belə işləmə. Nöqtə, yumru, nöqtə ancaq F yazaq, olar. Burada amper qüvvəsi bizə tərəfdə. Bu tərəf B-yə paraleldir, buna amper qüvvəsi təsir eləməyəcək. Bu tərəfdə B-yə paraleldir, ona amper qüvvəsi hələ təsir eləməyəcək. Buna təsir edən amper qüvvəsi belədir, bax. Deməli, 4 barmağımızı aşağı tuturuq. Aydındır, ovucumuzun içərisini N qütbünə tərəf tutsaq belə. Bunun amper qüvvəsi şəkil müstəvisinə perpendikular olaraq bizdən uzaqlaşır. F amper bizdən uzaqlaşır. Elə bir bizdən uzaqlaşan tərəfdə. Bu iki qüvvə başlayır, çərçivəni döndərir, bax. Çərçivə elə bir bu vəziyyətdə idi. Çərçivə bu vəziyyətdədir, elə bir bax belədir. Döndərib bax bu vəziyyət alır. Bax, çərçivə bu vəziyyət alır, görürsünüz? Qüvvə xəttlərinə perpendikular dayanır. Belə dayanır da bunun içərisindən, çərçivənin içərisindən keçən maqnit seli maksimal olur. Nəticəmiz nə oldu bax? Maqnit səhəsi cərəyanlı çərçivəyə yönəldici təsir göstərdi. Çərçivə elə vəziyyət aldı ki, onun içərisindən keçən qüvvə xəttlərinin sayı və yaxud maqnit seli maksimal olsun. Oldu. Çərçivəni göndərən qüvvə hansı qüvvədir burada? Amper qüvvəsidir. Bu yönəldici təsirlərdən harada istifadə edirlər? Məsələn, bundan istifadə edirlər, sabit cərəyan ampermetr, voltmetrlərinin işində istifadə edirlər. Oldu, cihaz düzəldəndə onlardan istifadə edirlər. Nəticəmiz oldu ki, cərəyanlı çərçivə maqnit sahəsində elə dayanır ki, onun içərisindən ki, maqnit seli maksimal olsun. İkinci cərəyanlı çərçivəyə maqnit sahəsi yönəldici təsir göstərir və çərçivəni döndərən qüvvələr nədir? Amper qüvvələridir. Oldu.